Dim ədəbiyyat test vəsaitindən gəlin növbəti mətn sualının izahına baxaq. Bu Dağlar ətəyində mətnidir. İndi gəlin mətnin suallarına baxaq. 97. Vəliyevin Dağlar ətəyində parçası və Zahid Xəlilin Zeynalabdin əsərlərinin məzmunu ilə bağlı ortaq məqamları yazın. Burada deyir Vəliyevin Dağlar ətəyindən parça söhbət təbii ki, bu mətndəki parçadan söhbət gedir. Mən mətni oxumuşam, gəlin bir dəfə də oxuyaq yenə də. İyun ayının axırları idi. Günəş göydən od ələyirdi. Xəfif külək əsirdi. Burada inversiya var. Ara bir xəfif külək əsirdi. Tənha təpələr arasında çılpaq çöllər içərisində salınmış 6 nömrəli burqda iş öz qaydası ilə gedirdi. Burada çalışanlar işə elə yanaşırdılar ki, qızmar havanı elə bil heç hiss etmirdilər. Onların içərisində bir an belə durmadan çalışan, hamıdan cavan görünən bir adam diqqəti xüsusilə cəlb edirdi. Bu adam son vaxtlar qazmaçılıqda irəli çəkilmiş Əhməd idi. Buruq ustası ağa ona yaxınlaşdı. Əhməd, işlər sazdırmı? Sazdır, yoldaş usta. Sən yenə hərbi qayda ilə müraciət edirsən, deyə ağa yarı zarafat, yarı gerçək irad tutdu. Usta, hərbi intizamın hər yerdə xeyri var. Xüsusən indi burada. Elədir, əzizim. İndi işimizin ən məsuliyyətli vaxtıdır. Bu torpaqdakı qara qızılı çıxarmağımıza az qalıb. Quyunu deşən briqada tezmi gələcək? Dünən o briqada Bakıdan yola düşmüşdü. Bir neçə saata burada olar. Demək, quyunun deşilməsi üçün bütün hazırlıq işləri görülmüşdür. Yoxlaya bilərsiniz. Ağa quyunun deşilməsi üçün lazım olan bütün hazırlıq işlərini yoxladı. Quyunun yanında açıq fontanın qabağını almaq üçün siyirtmə ləvazimatı qoyulmuş, quyudan ambara neft yolu çəkilmiş, su borusu hazırlanmışdı. Ağa Əhmədin növbəsində görülən işlərdən son dərəcə razı qaldı və mədən geoloquna hər şeyin öz qaydasında olduğunu xəbər verdi. Mədən geoloqu da buruqda görülən işləri diqqətlə yoxladı və heç bir nöqsan tapmadı. Biz də Zeynalabdin əsərini keçmişik təbii ki. Bilirik ki, orada da neftdən söhbət gedirdi. Elə burada da neftdən söhbət gedir hər iki əsərdə. İndi deyir ki, məzmunu ilə bağlı ortaq məqamları yazın. Məzmun deyəndə yenə də bax bu parçadakı söhbət nədən gedirsə ona baxırsınız. Bir də Zeynalabdin əsərinin mövzusuna baxırsınız. Təbii ki, hər iki əsərdə mövzu nə idi? Neft idi də. Deməli, neft idi hər ikisində mövzu. Hər ikisində deyə bilərik ki, məsələn, bax burada deyir ki, günəş göydən od ələyirdi. Baxırıq ki, yaydı. Elə Zeynalabdin əsərində də yay idi, hava çox isti idi. Yaza bilərsiniz ki, hər iki əsərdə hava çox isti idi və yaxud da ki, hər iki əsərdə yay fəsli idi. Belə yaza bilərsiniz. Deməli, havanın isti olmağını yaza bilərsiniz. Sonra 3. Başqa nə yaza bilərik? Görürük ki, neft fontan vuracaq və ona hazırlıq işləri gedir. Yəni, neftin fontan vurmağını gözləyirlər. O biri əsərdə də Zeynalabdin gözləyirdi. Deməli, neftin fontan vurmağını gözləyirlər. Neftin fontan vurmağını gözləyirlər. Bunu yaza bilərsiniz. Sonra baxırıq ki, məsələn, o biri əsərdə Zeynalabdin çox zəhmətkeş insan idi. Baxırıq ki, burada da, məsələn, İşçilər həvəslə işləyirlər. Yaza bilərsiniz ki, zəhmətkeş, sonra işini həvəslə görən obrazlar yaradılmışdı. Bu kimi ortaq cəhətlər yaza bilərsiniz. Sonra keçirik, məsələn, 98-ci suala. Görək 98-də nədir? Deyir ki, əsərləri əsasən cədvəldə növ və janr xüsusiyyətləri baxımından doldurun. Yəni, bu dəfə də biz növlə janra baxacağıq. Növ janr məsələlərinə baxacağıq burada da. Süleyman Vəliyevin Dağlar ətəyində əsərindən parça. Biz bunu ancaq növ və janr baxımından artıq müqayisə edirik. Bu dəfə artıq mövzu yox, növ və janr. Baxın, elə bayaqki videoda da qeyd eləmişdim ki, mən bu əsər təbii ki, lirik növdə deyil. Çünki lirik növdə olsaydı nəzmlə yazılardı. Lirik növ nəsrlə yazıla bilmir. Deməli, lirik növdə deyil. Dramatik növdə də deyil. Çünki bayaq da qeyd eləmişdim ki, dramatik növdə olanda, məsələn, hər hansısa bir obrazın adı yazılır. Məsələn, yazılır ki,
Vaqif, nöqtə. Vaqifin məsələn monoloqudursa və yaxud da ki, dialoqudursa, bu hissə burada yazılır, ad yazılır. Və yaxud da ki, məsələn burada Əhməd obrazı var, belə yazılardı da onda Əhməd, belə olmalıydı. Amma deməli bu artıq bir dənə növ qaldı, o da epik növ. Deməli bu hansı növdür? Bu epik növdür bu parça. Epik növdə də nə olurdu? Təhkiyə və təsvir olurdu. Təhkiyə və təsvir yaza bilərsiniz. Təsvir olur. Deməli, təhkiyə və təsvir olduğunu yaza bilərsiniz. Sonra başqa nə yaza bilərsiniz? Deməli, romandan, povestdən və yaxud da ki, hər hansısa bir hekayədən parçadır. Bunu yaza bilərsiniz. Cəfər Cabbarlının Oqtay Eloğlu əsəri isə bilirik ki, dramatik növdədir bu əsər. Deməli, bu əsərdə yazacaqsınız ki, dramatik növdədir təbii ki. Dramatik növdədir. Sonra obrazların hərəkətlərinin vəhdətindən yaranır. Deməli, dramatik növdə olduğunu yaza bilərsiniz. Obrazların hərəkət və danışığının vəhdətindən yaranır. Belə yaza bilərsiniz bu hissəyə. Deməli, dramatik növdədir. Obrazların hərəkət və yaxud da ki, danışığının vəhdətindən yaranır. Belə yaza bilərsiniz. Hərəkət və yaxud da ki, danışığının vəhdətindən yaranır. Sonra dramatik növdə göstərmə əsaslıdır. Remarkalardan istifadə olunur. Bunları yaza bilərsiniz. Bəs ortaya nə yazarsınız? Baxırıq ki, ikisi də Oqtay Eloğlu'da elə bu bir əsərdə, yəni bu parçada. İkisində də baxırıq ki, nəsrlə yazılıb. Məsələn, ortaya yaza bilərsiniz ki, nəsrlə yazılıb bu 5-ə. 5-ə yaza bilərsiniz nəsrlə. Bir də hər ikisində məsələn süjet xətti var da. Baxırıq ki, hər ikisində süjet xətti var. Ona görə bir də süjet xətti yaza bilərsiniz. Ortağa da bunu yaza bilərsiniz. Sonra keçdik indi 99-cu sualda. 99-cu sualda da deyir ki, Vəliyevin Dağlar ətəyində əsərindən parça əsasında cədvəl doldurun. Burada da təsvir və ifadə vasitələrin, fikir versiyası mətn sualları təsvir və ifadə vasitələrindən, forma və janr xüsusiyyətlərindən, bir də məzmundan düşür də. Yəni bu hissələri bilsəz, mətnə tam bal ala bilərsiniz. Mən burada bayaqlarımın altından xətt çəkmişdim. Məsələn, günəşin göydən od eləməyi metafordur. Məsələn, bura yaza bilərsiniz ki, metafor deyək ki, burada bu nümunəni yaza bilərsiniz. Sonra bir dənəsində tapmışdıq. Deməli, çılpaq çöl olmaz. Bu nədir? Epitetdir. Buraya yaza bilərsiniz. Nümunəni yazacaqsınız. Sonra tənha təpə var. Tənha təpə təbii ki, epitetdir. Epitet ilə bunu da yaza bilərsiniz. 2 nümunə yaza bilərsiniz. Tənha təpə, çılpaq çöl. Sonra bir də burada qara qızıl var idi. Hə, qara qızıl. Qara qızılda neft nəzərdə tutulur da. Yəni ad dəyişmə var. Burada metonimiya yaza bilərsiniz. Burada qara qızılı yaza bilərsiniz. Bu qədər.